Salam, hər vaxtınız xeyir olsun. Köməkçi nitqçiləri ilə bağlı suallarımızın izahı davam edir. Bu 11-ci siniflər üçün nəzərdə tutulmuş test toplusudur. Ümumi məsələlər, köməkçi nitqçiləri, ümumi məsələlər mövzusu ilə izahımıza başlayırıq. Nümunədə hansı köməkçi nitqçilərin işləndiyini müəyyənləşdirin deyir. Nə olar, hər şeyi deyə bilmirəm. Deyəsən modal söz bunları həyat deyəcək, ah deyir. Bu nida olacaq. Təki ədat olacaq. Modal söz nida ədat, modal söz nida ədat A variantındadır. Keçdik ikincidə. Nümunədə hansı köməkçi nitqçilərin işləndiyini müəyyənləşdirin. Nə bu dərd gərəkdir uşaqlar üçün? Deyir ki, nədən görürük burada təkrarlanan bağlacılardır. Sonra biz dərdin, kədərin özündən belə, bu da ədatdır. Ondan sonra qoşma, bağlacı, ədat. Bağlacı, qoşma, ədat A variantındadır. Ondan sonra keçdik. Nümunədə köməkçi nitqçisi hansı köməkçi nitqçisi işləməmişdir? Hansı köməkçi nitqçisi işləməmişdir? Ey vidadi. Hansı nümunədə köməkçi nitqçisi işləməmişdir? Sualı düz oxumaq lazımdır. Deməli, ey var burada keçirən variantın. Aha, ədat var burada keçirəm. Səndən doymaq olarmı? M var burada keçirəm ədatdır. Mən də bağlayıcı var keçirəm. Boyun sürahidir, bədənin bölünür. Heç bir köməkçi nitqçisi yoxdur. Hansı cümlədə həm ədat, həm də modal söz işlənmişdir deyir. Atalar demişdir ki, deməli nə lazımdır? Ədat, bir də modal söz. Hesli başda ağıl olmaz. Modal söz yoxdur. Deyəsən modal söz var. Bu işin öhdəsində ancaq təkcə ədat da var. Ona görə də B variantını götürdük cavab kimi. Nəhayət, məsələn, modal söz var, ədat yoxdur orada. Dağın ətəyində bina, ehtimal ki, modal söz var, ədat yoxdur burada. Kaş, ədat var burada, modal söz yoxdur ancaq orada. Bu cümlədə, ona görə keçdim. Hansı cümlədə həm ədat, həm də modal söz işlənmişdir deyir. Həm ədat, həm də modal söz olsun. Zaman dəyişir, hər şey inkişafdadır, həmçinin bağlayıcıdır, zəkası da. Bu da bağlayıcıdır, keçdik. Saat 1-də biz də toplanışda olmalıyıq mı? Deməli, nə lazımdır? Ədat, bir də modal söz. Burada modal söz yoxdur. Uşaqlar bəlkə modal söz var. Bu məsələ daha. Burada da ədat var. C variantını götürdük. Hansı cümlədə 3 köməkçi nitqçisi işlənmişdir? Ay bala, nida, məgər, ədat, dədə, sən də uşaqsan. Bu da bağlayıcı. Ona görə də A variantını götürə bilərik. 7-ci suala baxaq. Deyir ki, bir sözə bitişik və ayrı yazılmasına asılı olmayaraq ahəng qanununa tabe olan köməkçi nitqçisidir. Sana bitişik olur sözə, dək bitişik olur, tək bitişik olur, m və ilə qalır ki, bitişik və ayrı yazılanda. İlə sözə bitişəndə lalə kim olur? Məsələn, kitabla dəftəri gətir. Ahəng qanununa da tabe olur elə olanda. Amma ayrı olanda kitab ilə dəftəri gətir. Ahəng qanunu tabe olmadı artıq. Çünki kitab sözünün axırıncı saiti A-dır, ilədə isə i ilə başlayır. Ona görə bu variantın üzərinə keçirəm. M4 variantı isə, məsələn, deyir ki, atan mı sənə dəstək oldu? Atan mı? Qalın saitlidir, m kim qoşuldu ona? Bir də incə saitliyə qoşacağım indi. Deyirəm ki, məsələn, dəftər, incə sait, dəftər də, mi sənindir. Deməli, dəftər sözünə incə saitlidir. M4 variantda incə saitli olanı, yəni mi qoşuldu. Ona görə də həmişə ahəng qanununa tabe olur M4 variant. Nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. Firəngiz, of, nida, nərgiz, xatırlayıram, 13 il bundan əvvəl qoşma, həmin bu yerdən onu əvvəl və bağlacı indi oynayacağı rolda görmüşəm. Nida, qoşma, bağlayıcı. Nida, qoşma, bağlayıcı. 5, 1, 2. 5, 1, 2. E variantındadır. İstəyirəm ki, yenə də nə lazımdır? Ardıcıllıq. Ona görə baxaq. Bağlayıcı, günahıma görə bağlayıcı qoşma, lakin bağlayıcı, o inadla susur qoşma və bağlayıcı, baxaq indi ardıcıllığa. Deməli, nədir? Bağlayıcı, qoşma, bağlayıcı, qoşma. Yenə də bağlayıcı. Bağlayıcı, qoşma, bağlayıcı. Hansı variantda var? Bağlayıcı, qoşma, bağlayıcı. Bağlayıcı, qoşma, bağlayıcı. Yenə də axırda da V var. O da bağlayıcıdır. C variantındadır.
Keçdik 10-cu suala. Deyir ki, o bu sözləri bir nəfəsə deyib düşündü ki, görəsən bu hərəkəti ilə qızı təşviyə salmadı ki, nə lazımdır burada ardıcıllıq. Deməli, o bu sözləri bir nəfəsə deyib düşündü ki, bağlayıcı, görəsən modal söz. Bağlayıcı modal söz bu hərəkəti ilə qoşma. Bağlayıcı modal söz, bağlayıcı modal söz qoşma. Bağlayıcı modal söz qoşma. Burada düz gəlir 2 variant. Hələ ki, bura kimi gəlirik. İndi baxaq, axırındakı nidadır, yoxsa ədatdır. İlədən sonra, yəni. Qızı təşviyə salmadı ki, bu da ki, sual ədatıdır. Ona görə də Y variantının cavabı kimi götürürük. Ağılla fərasət oldu, bu qoşmadır la. Nə lazımdır? Bir baxaq, ardıcıllıq. Ona görə belə baxaq. La, qoşma, şübhəsiz modal söz, qoşma modal söz, qələbə də, bağlayıcı. Qoşma modal söz, bağlayıcı. Qoşma, ardıcıllıq lazımdır. Ağıl, özür istəyirəm, qoşma yox, və deyirik burada. Deməli, bağlayıcı, lan deyirəm ağılla sözündə. Bağlayıcı, modal söz, yenə də bağlayıcı. Bağlayıcı, modal söz, bağlayıcı, modal söz, yenə də bağlayıcı. Bağlayıcı, modal söz, yenə də bağlayıcı. Axırda da bağlayıcıdır mı, baxaq. Yenə də axırda deyil, D var burada. O da bağlayıcıdır, Y variantıdır cavab. Köməkçi nitq silən işləmə ardıcıllığını müəyyən edin. Yaxşı, modal söz. Qoca, deməli bu nəticə bildirən modal sözdür. Qoca, mən artıq əl çəkirəm, artıq ədat, ölüm hökmündən, ancaq kəsəcəyəm yazan əlini. Lakin, deməli, nə lazımdır? Modal söz, ədat, bağlayıcı. A variantı. 13-cü suala keçirik. Altından xət çəkilmiş sözlərdə la nədir deyir. Baxaq. Həyətimdə səfalı bir bağ salacağam mən. Yurdumda bir misilsiz bağban olacağam mən. Çiçəklərlə, quşlarla, vergül varsa qoşma. Vergül varsa qoşmadır. Lədən sonra vergül görürmüşəm. Deməli, bu birgəlik qoşmalardır. Birgəlik qoşması, 2 dənə birgəlik qoşması. A variantı. Deyir 14-cü sualdakı, sənin oğlun fərman qoça oğlandır. Nə lazımdır? Bizdən baxaq, ardıcıllıq. Deyir, sənin oğlun fərman qoça oğlandır. Ancaq, lakin, bağlayıcı var burada. Bikar və yenə də bağlayıcı. Doğrusu modal söz. Bağlayıcı, modal söz. Bağlayıcı, modal söz D variantındadır. Sonra keçdik 15-ci suala. Düz sözü lap ədatının sinonimidir deyir. Lap qoya bilirik də yerinə, yəni. Deyir, ilkin düz danışmağı, xeyr, əsas nitq səsdir, yəni zərfdir. Düz əyrini kəsər, sifətdir, isimləşən sifət. Doğru sözə düz ilqara, sifət kimi işlənib, necə ilqara. Çevrə düz xət vasitəsilə, necə xət vasitəsi, sifət kimi işlənib. Əli, deyəsən gəlib düz bizim gözlədiyimiz mətləbin üstünə çıxmışdı. Əli, deyəsən gəlib lap bizim gözlədiyimiz mətləbin. Deməli, Y variantında cavab. Verilmiş cümlələri köməkçi nitq silən işləmə ardıcılığı müəyyənləşdirin. Ey, çağırış, məhəbbətdə sabit qədəm olan, məhəbbətdən başqa qoşma, fərqləndirmə, yolla getmə, yol ilə. Yenə də birgəlik qoşması. Mənim ürəyimin mərhəmi və sirri bağlayıcı. Yalnız məhəbbətdədir. Bizə nə lazımdır? Ardıcıllıq. İndi baxaq, nida, qoşma, nida, qoşma. Nida, qoşma, haradadır? D bu variantda. Nida, qoşma, ona görə də götürürəm. Bağlayıcı ədat sonra. Yalnız da buradadır. Təkcə. Hansı nümunənin sonundakı köməkçi nitq hissəsi əsasında durğu işarəsi asanlıqla bərpa oluna bilər? Buna baxın, sonundakı. Köməkçi nitq hissələrinə görə bərpa olmalıdır. Deyir, gənclərmi bu barədə düşünməlidirlər? Mi var. Sual işarəsi də olmalıdır. Amma burada sonundakı deyir. Ona görə də A variantını, bu əvvəldədir mi. Sual işarəsi miyə görədir, amma əvvəldədir mi orada. Bizə tapşırılıb ki, quyunun lap dərinliyinə enək də, nöqtə qoyuruq nöqtə. Amma nöqtə D-yə görə deyil, cümlənin bitməyinə görədir. Keçirik variantın üzərinə. Yuxarılarda da sənin kimi düşünənlərin sayı az deyil, hətta. Yenə də hətta var burada, ədatdır, amma nöqtə ədata görə deyil, cümlənin tələbinə görədir. Bütün baş verən hadisələrə münasibət bildirmədim, bəs. Bir dənə sual işarəsi burada və bəs ədatını, sual ədatını görürük. Sual işarəsi də ona görədir. Sualın şərtində də tam uyğun gələn bir variantdır bu.
Burada nöqtə olacaq, amma cümlənin tələbinə görə olacaq. Axı ədatı var idi burada. Sonra keçdik 18-ci sualımıza. Nöqtələrin yerinə ardıcıl olaraq artırıla bilən köməkçi nitq hissələrini müəyyən edin. Dünyanın müxtəlif xalqlarının mədəniyyətləri arasında fərqlər olduğu üçün bədii ədəbiyyatlarda da müxtəliflik var. Bu hal deyir, bəlkə də milli xüsusiyyətlərlə bağlıdır. Bəlkə də. Nə artırdım bura? Modal söz. Nə lazımdır? Ardıcıllıq, qoşma, bağlayıcı, modal söz. Qoşma, bağlayıcı, modal söz. Qoşma, bağlayıcı, modal söz. C variantındadır. Nümunədəki köməkçi nitq hissələrinin işlənmə ardıcılı müəyyən edin. Həmçinin o deməli bağlayıcı, o publisistik əsərlər qiymətli sayılır ki, sayılır bu bağlayıcı. Onlar həqiqətən modal söz, həyatın canlı qaynaqlarından doğan problemləri daha ədatlı, geniş əks etdirir. Ardıcıllıq lazımdır bizdə, bəli, ardıcıllıq lazımdır. Bağlayıcı, modal söz. Bağlayıcı, modal söz. Bağlayıcı, modal söz. İki variantda uyğun gəlir hələ ki. Deməli, baxaq indi axırdakı bağlayıcıdır yoxsa ədatdır. Daha aşağısına xətt çəkmişəm, o da ədatdır. Ona görə də C variantını götürürəm. Bu variantı getdi. Yəni olmaz. Sonra köməkçi nitq hissələri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Ədat aid olduğu sözlə birlikdə cümlənin üzvü olur. Bu qoşmanın cavabıdır. Qoşmanın cavabıdırsa xətt üstündən. Yalnız qrammatik mənaya malikdirlər. Bəli, əsas nitq hissələrində, köməkçi nitq hissələrinin leksik mənası olmur. Modal sözlərin əsas vəzifəsi cümlədəki mənanı daha da qüvvətləndirməkdir. Qüvvətləndirmə məsələsi ədatın cavabıdır. Ədatın cavabıdır, ona görə keçdik. Bir sıra köməkçi nitq hissələrində amonimlik özünü göstərir. Bəli, əksəriyyətində var. 4-ü götürürük. Ki bağlayıcısı yalnız tabeli mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır. Bəli, yalnız tabeli. Həm tabeli, həm də tabesiz mürəkkəb cümlənin tərəflərini bağlayan bağlayıcılar qarşılaşdırmadır. O da tabesizlikdədir. Burada da cavab oldu 2, 4, 5 cavabı A variantında. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir deyir. Sən də sağ ol. Sən də sağ ol. Deməli, bu oldu bağlayıcı. Qoca çoban. Vaxt ötür daha ədat. Azmı ədat qalır, çoxmu qalır ədatlardır. Görən də modal sözdür. İndi nə lazımdır bizə? Ardıcıllıq yox, ardıcıllıq yox. İşlənənlər. Bizdə oldu sən də. Bağlayıcı işlənib, ədat işlənib, daha. Sonra modal söz işlənir. Bağlayıcı, ədat, modal söz. Bağlayıcı, ədat, modal söz. Harada var o? Bağlayıcı, ədat, modal söz D variantında. Köməkçi nitq hissələrinə aid düzgün fikirləri müəyyənləşdirin. Bütün köməkçi nitq hissələr cümlə özlərindən vergüllə ayrılır. Xeyr, məsələn, qoşmalar var ki, vergüllə ayrılmaya da bilər. Ondan sonra bu biri düzgün fikirlər lazımdır, üzr istəyirəm bu xətt üzərindən. Bir qismi söz cümlə ola bilir. Bəli, ədat, təsdiq ədatları, nidalar, bəzi modal sözlər söz cümlə kimi ola bilir. Məsələn, evə getdin, cavabı da deyir, bəli. Söz cümlə olur. Bəli sözü orada sayılır söz cümlə. Leksik məna daşıyır. Xeyr, bunların leksik mənası yoxdur. Qrammatik mənaları var. Qoşmalar digər köməkçi nitq hissələri ilə sinonimlik yarada bilir. Qoşma digərləri ilə yox, öz daxilində. Ümumiyyətlə köməkçi nitq hissələri digər nitq hissələri ilə yox, öz daxilində sinonimlik yarada bilər. Məsələn, evə doğru getdim, doğru sözün yerinə evə tərəf getdim. Evə sarı getdim. Başqa da köməkçi nitq hissəsini gətirib ora qoymaq olmaz. Eyni mənanı almaq üçün. Ona görə də digər deyirik, xətt çəkirəm üzərinə. Sonra bəziləri əsas nitq hissələri ilə amonimlik yaradır. Əsas nitq hissələri ilə. Bəli, məsələn, nə həm bağlayıcı olur, təkrarlanan, nə danışdır, nə dindir. Həm sual əvəzliyi oldu, o nə danışır. Həm də ki, ədat ola bilir, nə yaxşı insandır. 5-i götürdüm. 2, 5. D variantı. Keçdik 23-ə. Verilmiş cümlələrlə bağlı doğru fikirləri müəyyən edin. Görünür, deyir, qız evi bir az bundan qabaq silib süpürmüşdü. Görünür burada nədir? Modal sözdür. Ondan sonra qız evi bir az bundan qabaq. Bu qabaq da qoşmadı burada. Silib süpürmüşdü. Cümlədə modal söz və qoşma işlənmişdir. Doğru fikirli lazımdır. Bəli, bir götürdüm onda. Ondan sonra o özündə fərəhli bir yüngüllük və bu belə olanda bir sözü ədat sayılır. Gözəl bir gün, yaxşı bir insan. Bu ədat olacaq. Bunu belə yadda saxlayaq. Gözəl, fərəhli bir yüngüllük və bağlayıcıdır bu. Hiss etdi. Cümlədə ədat və bağlayıcı var. İkini də götürürəm. Təzə çəkilmiş yol bəzən ilan kimi
kimi qoşması var burada. Qıvrılaraq sərt qayaların arasında keçir. Cümlədə məsafə mənası yox, bənzətmə mənası var. Ona görə 3-ün üzərinə xətt bənzətmə mənası bildirir o qoşma orada. 4-ə baxıram. Elə bil ki, bütövlükdə olacaq bu modal söz. Burada bahar təzə başlayır cümlədə modal söz və bağlacı var. Bağlacı yoxdur, təkcə modal söz var burada. Bənzətmə müqayisə bildirən modal sözü görürük. Mən səhvlər axtarıram, düzləri axtarıram, onun üstündən niyə xətt çəkdim? Onu niyə götürdüm mən? Deməli, bir dənə onun üzərinə xətt. Ondan sonra keçirik 5-ə. Sonra o öz gəlişinin, sonra orada zərfdir, zaman zərfi, yəni bağlacı deyil, qoşma deyil. Sonra deyir, o öz gəlişinin əsas məqsədi haqqında qoşmadır, danışdı, zaman və aidlik mənası bildirən qoşmalar işlənmişdir. Zaman və aidlik. Haqqında işləndi aidlik. Zaman yoxdur axı burada. 5-in də üzərinə xətt nə oldu? 1-2 cavabı. B variantında. O doğrudur. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirlər müəyyən edin deyir. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar keçirdi. Gəlib keçirdi xəbər. Nə keçirdi maşınlar? Ondan sonra necə maşınlar, hansı maşınlar? Taxıl və samanla dolu maşınlar birlikdə oldu təyin. Haradan gəlib keçirdi? Yoldan yer zərfliyi. Necə keçirdi? Tez-tez keçirdi. Bu da oldu zərflik. İndi baxaq, hamısını təhlil etmək lazımdır, eləyək də. Bu müddətdə yalnız 4 dəfə kəndə anasının yanına getmişdi. Getmişdi xəbər. Hara getmişdi? Kəndə. O da əlavəsidir onun. Əlavə ilə birlikdə olacaq. Yanına söz də ilə birlikdə yer zərfliyi. Sonra gəlmişdi deyir də. Neçə dəfə gəlmişdi? 4 dəfə. O da olacaq miqdar zərfliyi. Bu müddətdə yalnız ədəd də orada. Bu müddətdə nə vaxt gəlmişdi? Bu müddətdə gəlmişdi. Bu vaxt gəlmişdi yəni. Bu da olacaq zaman zərfliyi. İndi baxaq. Yəni, professor qapılarında, ata yurdunda da təzə salınmış bağça gördü. Gördü xəbər. Bağça tamamlıq. Bağçanı gördü yəni. Hansı bağçanı gördü? Təzə salınmış bağçanı gördü. Deməli, qapılarında sözünə ilə bağlıdır. Baxaq ona. Qapılarında gördü sözünə aiddir, yoxsa salınmış sözünə aiddir. Qapılarında sözünə özümüz məntiqinə baxanda görürük ki, buna aiddir. Ona görə də qapılarında sözündən öz sözündən, daha doğrusu öz qapılarında, özlərinin, çünki öz qapıları bu söz birləşməsidir. Öz qapılarına sözündən başlayaraq ta ki bu salınmış sözünə gəlin, fe'li sifət tərkibi deyirlər də buna. Fe'li sifət tərkibinin aslı tərəfinin, qapı aslı tərəfidir. Əsas tərəf də salınmış sözdür, fe'li sifət tərkibinin. Aslı tərəfinin əlavəsini görürük biz burada. Buradan buraya kimi hansı bağça deyir, öz qapılarında, ata yurdunda təzə salınmış bağça. Hamısı təyin oldu. İndi baxaq biz cümləyə, variantlara. Cümlələrin yalnız birinə aid fikirdir deyir. Ədat işlənmişdir. Hansı variantda işlənib? Deyir, burada ədat var. Ədat. Birincidə varmı ədat? Birincidə yoxdur. Bir dənə bağlacı var orada. Bu yazacağım üzərində bağlacı. Yəni, başqa, üçüncü cümlədə varmı nəsə köməkçilərdən? Da var burada bağlacı. Baxıram, başqa var mı? Birinciyə baxıram. Dolu maşınlar gəlib keçirdi. Deməli, deyir ki, ədat işlənmişdir bir cümlədə. Bəli, bir dənə bu cümlədə işlənib ədat. Ona görə də biri götürürəm doğru cavab kimi. Bizə nə lazımdır? Uyğun fikirlər. 2-yə baxaq. Qoşma adlıq halda olan ismə qoşulmuşdur. Qoşma. Hardan görürük qoşma biz burada? Burada mən qoşma görmədim. Bir dəqiqə. Yoldan tez-tez taxıl və samanla. Buradadır samanla. Üzr istəyirəm. Bu qoşmadır. Saman ilə. Bunda özdən bir qoşma. Saman adlıq haldadır da, bəli. Başqa yerdə qoşma yoxdur ki. Başqa yerdə təzə salınmış bağça gördü. Yoxdur. Ona görə 2-ni də götürürəm düzgün cavab kimi. Bir dənə cümləyə aiddir yəni. 1-2. 1-2-nə başlamışıq. İndi 3-ə baxaq. Yalnız ikisinə aid fikirdir. Bağlacıdan istifadə edilib. Bu 2 dənə yerdə bu yazmışam üzərində. Birinci və üçüncü cümlədə. İkinci cümlədə yoxdur amma bağlacı. Sonra ədat quruluşca sadədir. Ədat quruluşca sadədir. Deməli,
Yalnız söz. Adət quruluşa sadədir. Cümlələrin yalnız ikisinə, bunu götürmürəm. Ədat axı bir yerdə var. Burada bir dənə burada var da ədat. Ona görə mən bu 4-ü götürmürəm. Düzdür, sadə deyə ədat orada, amma götürmürəm. Çünki 2 dənə cümlədə ədat olmalı idi. Sonra baxırıq 4-ə, 4-ə baxdıq 5-ə. Heç bir cümləyə aid olmasın elə tapdığımız. Bağlayıcı quruluşca sadədir. Bağlayıcı quruluşca sadədir. Baxaq görək. Və sadədir də. Düzdür? Sadədir, bəli. Deməli, da da sadədir. Başqa harda bağlayıcı var? Heç yerdə. Bağlayıcı quruluşca sadədir, bəli, sadədir. Cümlələrin ikisinə aiddir axı. Bu deyir ki, heç birinə aid olmasın. 5-in üzərinə xətt. Bağlayıcı cümlə özlərini əlaqələndirmişdi. Deməli, cümlə özlərini əlaqələndirmək bax bağlayıcı. Mən bunun rəngini dəyişim. Cümlə özlərini əlaqələndirsəydi, həmin bağlayıcı olan yerlər sərbəst şəkildə xəbərlə əlaqələnərdi. Birinci cümlədə bağlayıcıya baxaq. Deməli, burada necə bütöv təyindir də, söz bütövlükdə təyin gedir. Ayrı-ayrı təyinlər olsaydı və və də onların arasında olsaydı, onda onu düz götürmək olardı və üçün ki, cümlə özlərini əlaqələndirib. Hal-hazırda sözləri əlaqələndirib. Sözləri. Cümlə özləri deyil, yəni istədiyimiz hər sözdə cümlə özü sayılmır ki. Bir dənə 3-cü cümləyə də baxaq, da-nı görürük. Da nəyin tərkibində işlənib? Yenə də söz birləşməsinin tərkibində. Yəni sözləri bir-birinə bağlayıb. Daha cümlə özlərini bir-birinə bağlamayıb. Cümlə özünü bağlasaydı əgər bir-birinə, onda xəbərlə əlaqələndirmək olardı. Məsələn, deyir ki, ata məsələn ata getdi, ancaq qayıtmadı. Məsələn, bu cümlədə cümlə özlərini yox, cümlələri bağlayıb. Çünki baxırıq ki, ancaq 2 dənə cümlə var və ancaq da onlar bir-birinə bağlayıb. İndi cümlə özlərini bağlayan kimi yazaq bir dənə bağlayıcını. Məsələn, deyir ki, Mahir və Rəsul gəldi. İndi fikir verək. Gəldi xəbər. Kim gəldi? Rəsul. Kim gəldi? Mahir. Və nəyi bağlayıb? 2 dənə mübtədanı bir-birinə bağlayıb. Bəli. Bax, belə olsaydı götürə bilərdik. Ona görə də oldu cavabımız 1, 2, 3 və 6. 1, 2, 3, 6 A variantındadır. Keçdik 25-ci suala. Verilmiş cümlə əsasında cədvəldəki uyğun fikirlər müəyyən edin deyir. Deyir, onun üzündə coşqun həyata qarşı, burada qoşmanı gördük, biganə və bağlayıcını gördük, kədərli bir ədatı gördük burada, bir ifadə var idi. Almurad baba ilan kimi qoşmanı gördük burada, nazik, lakin bağlayıcı, qapqara bulud parçasını göstərdi. Ortaq cəhətlər deyil. Bunlar üçün də, bu iki cümlə üçün deyirəm. Birə baxaq, qoşma işlənmişdi, ortaq cəhət. Birinci cümlədə işlənib, bəli işlənib. İkinci cümlədə işlənib, bəli işlənib, kimi. Birinə başladıq. Köməkçi nitqsələri quruluşca sadədir. Köməkçi nitqsələri düzəltmə ola bilmir, amma sadə və mürəkkəb ola bilir. Qarşı sadə, və sadə, bir sadə, kimi sadə, lakin də sadə. Oxşar cəhətdir, bəli, ikini götürdüm onda. Bunu nə elədim? Sildim ikisini. Deməli, ikini də götürdüm. Qoşma adlı halda olan ismi qoşulmuşdur. Həyata qarşı. Yönlükdə axı. Ona görə mən ortaq cəhət kimi götürmərəm. İkincisi düzdür, ilan adlı halda olan sözdür. Amma yox, o üçü götürür. Çünki o birinci cümləyə də uyğun olmalıydı. Bu üç. İndi keçirəm bura. Ortaq cəhətlər deyildir. Ədat işlənmişdir. Hər iki cümlədə işlənib. Birinci cümlədə bir ədatı var. İkinci cümlədə baba ilan kimi nazik, lakin qapqara bulud parçasını göstərir. İkinci cümlədə də yoxdur axı. Ortaq cəhət deyil axı bu, düzdür? 4'ü götürdüm. 1, 2, 4 cavabı harada var? A variantında. Tərkibində bağlayıcı var. Hər iki cümlənin tərkibində var. Birinci cümlədə vədir, ikinci cümlədə lakindir. Keçdik 26. Verilmiş cümlə ilə bağlı uyğun fikirləri müəyyən edin deyir. İkinci güllədən sonra qoşma ayı daha ədat tərpənmədi, lakin bağlayıcı biz onun yanına getməyə cəsarət etməyib obaya tərəf qoşma qaçdıq. İndi baxaq nə lazımdır bizə orada. Necə sualdır o?
Hə, qoşmalar ismin eyni halında olan sözlərə qoşulmuşdu. Özdə bu doğru olmalıdır. Burada olan fikirlər burada yanlış. Eyni haldadır deyir. Eyni halda olan sözlər qoşulub. Birincisi çıxışlı halda qoşulub. Məsələn, sonra sözü. İkinci qoşma obaya, yönlük hala qoşulub. Ona görə mən biri götürə bilmərəm cavab kimi. Doğru cavab kimi. 2-yə baxıram. Bağlayıcı mürəkkəb cümlənin komponentlərini əlaqələndirmişdi. Mürəkkəb cümləni. Baxaq görək. Burada idi sual. Lakin, bəli, cümlə bitib, mürəkkəb cümlədir. Özdə hərəsinin öz baş üzvləri var. Qrammatik əsası var. Onu mən ikinci cavab kimi götürürəm. Cümlələri bağlayıb bir-birinə. 3-ə baxıram. Yanlışlar olmalıdır bunlar 3-dən 4. Harda var? Baxaq görək. Qoşmalardan yalnız zaman qoşmalardan biri zaman, digəri isə istiqamət çaları yaratmışdır. Zaman və istiqamət. Zaman və istiqamət. Zamandır birincisi. Obaya tərəf. İstiqamət budur. Bəli, doğru fikirdir. Amma götürə bilmərəm. Çünki burada doğru fikir olmalı deyil. Bu yanlış fikir olmalıdır. Ona görə keçdik 4-ə. Köməkçi nitqsələrindən yalnız qoşma və bağlayıcı işlənmişdir. Ədadda var idi axı, 1 var idi. Orada desin səhv eləmirəmsə. İkinci güllədən sonra ayı dahaya üzr istəyirəm. Bu ədaddır. Ona görə o götürə bilərəm 4-ü. Çünki bu yanlış fikirdir. Mənə də yanlış fikirlər lazımdır. Onda 2, 4. B variantı. Deyir ki, cədvələ əsasən köməkçi nitqsələrlə bağlı uyğun fikirləri müəyyən edin deyir. O fikirləşirdi ki, əgər canavarlar, onların burada o fikirləşirdi ki, bağlayıcıdır. Əgər yenə də bağlayıcıdır, özü tabellik bağlayıcıdır bunlar ki, aydınlaşdırmadır. Əgər də səbəb bağlayıcılarının, şərt bağlayıcısıdır. Şərt bağlayıcıdır. Onların burada olduğundan duyuq düşsələr əl çəkməyəcəklər. Tabellik bağlayıcıları işlənmişdir. Bəli, işlənib, doğru. Bu da doğru. Uyğunluq lazım idi. Bəli. Ona görə birinə başladım. Ona görə də deyir, ona görə də ətraf ərazilərin qoyun quzusu, ona görə də bu nədir? Səbəb bağlayıcısı var burada. Ətraf ərazilərin qoyun quzusu yaylağa köçənə qədər bu da məsafə qoşması burada saxlanılırdı. Qoşma quruluşca mürəkkəb tabellik bağlayıcısı işləmişdir. Qoşma, bir dənə qoşma var deyir, yəni qədər deyir. Sonra da quruluşca mürəkkəb, bəli, 3 dənə sözün birləşməsindən ibarətdir də. Quruluşca mürəkkəb tabelilik bağlayıcısı işlənmişdir. Ona görə də səbəb bağlayıcısı özü tabelilik sayılır, üstə gəl, amma burada yanlış yazılıb. Ona görə 2-ni götürmürəm, uyğunluq lazım deyil bizə. Görəsən səhər, görəsən modal sözdür. Səhər işığı canavarların onlardan əl çəkməsinə kömək edəcəkmi? Deməli, əl çəkməsinə kömək edəcəkmi var burada, ədat var, sual ədatı. Deyir, köməkçi nitqsələrindən yalnız güman, şübhə bildirən modal söz var. Bəs bu mi hara getsin ki? Bu yanlış cavabdır. Burada da yanlış verilib. Ona görə 3-ü də götürürəm mən cavab kimi. 1, 3. Sonra 4-ə baxırıq. Sultan dayının günəşdə yanmış mis rəngli üzündə yenə də dəni görürük burada, bağlayıcı. Xəfif bir ədatı görürük burada, təbəssüm görünürdü. Deyir, bağlayıcı və say bağlayıcı, yəni dəni deyir. Sayla amonimli olan ədat 1 demək istəyir. İşlənmişdir. İşlənib də üstə gəl. Burada isə üstə gəlin yerinə çıx verib, yəni yanlış verib. Ona görə 4-ün üzərinə bir xətt, bizə uyğunluq lazımdır. Baxaq, bu nədir? Deyəsən modal sözdür. Bununla qonağın başını aldatmaq istəyirsən. Başqa nə var ki burada? Bununla. La var burada. Nədir bu la? Qoşma. Bunun ilə. Modal söz və qoşmanı tapdıq. Modal söz və yəlik halında bunun, yəlik halında olan əvəzliyə, işarə əvəzliyinə qoşulmuş qoşma işləmişdir. Üstə gəl, burada da üstə gəl. 5-i də götürdüm. Nə oldu? 1, 3, 5. 1, 3, 5 cavabı B variantındadır. Keçdik. Nümunədə hansı köməkçi nitqsələri işlənmişdir? Ardıcıllıq lazımdır. Az mıdır? Ədat. İnsanır məgər ədat. Ədat, sual ədatları. Dərdi səri. Bu da bağlayıcı. Ədat, bağlayıcı. Harada var elə cavab? Ədat, bağlayıcı. Ədat, bağlayıcı buradadır. B variantında. Ona görə baxaq görüm ardına bağlayıcı da oldu. 3-ün qoşmadır. Düz gəldi.
modal söz olmalıdır ardında. Düşüncələri başlarla doldurub satdılar bəlkə. Burada modal söz. Keçdik 29-cu sual. Nümunədə hansı köməkçi nitqçilər işlənmişdir? Yenə də arıcılıq lazımdır. Qarşımda nə çəpər, nə də ki barı, nədən təkrar olunan görəndə nə deyirik? Buna bağlayıcı inkarlı bağlayıcısı deyirik. Barı burada divar mənasındadır. Ona görə də bağlayıcı ilə başladıq. Deyir ki, mənim də ömrümə beləcə gəldin. Mənim də. Bu yenə də bağlayıcı, beləcə ədat. Bağlayıcı, ədat. Ədat. 3 dənə bağlayıcı, ədat. Bax, bu variantda uyğundur hələlik, gəlir bura kimi. Sonra yenə də baxaq, ədat varmı C-dən sonra? Qəlbində bir çınğı, bax, 1 var burada. Qəlbində bir çınğı ot saxla barı. Yox, 1 yox. 1 orada, 2 də deyə bilərim. Bir sözü sual vermək olmasın və yaxud da ki, söz birləşməsinin tərkibində olanda ona ədat deyirik biz. Məsələn, gözəl bir gün belə. Burada nə idi? Ot saxla barı. Arzu ədatı. Bəlkə, o da modal söz. Ədat da gəldi, çıxdı yerinə. Barı ədatı. Bəlkə modal sözü də burada gəldi buraya qədər. Düz. D variantı. Nümunədəki deyir. Əsas nitqçilərinə aid olmayan sözlərin işlənmə arıcılığı müəyyən edin. Yenə də köməkçilərin arıcılığı lazımdır bizə. Görəsən modal sözdür. Haradaydı sual? Burada. İndi də bağlayıcıdır. Əvvəlki kimi qoşmadır. Oynaya bilərəmmi? Bu da ədatdır. Deməli, bizə nə lazımdır? Modal söz 4. Ondan sonra bağlayıcı 2. 4, 2. Sonra 1 qoşma. 4, 2, 1. 4, 2, 1 cavabı buradadır. Başqa yerdə 4, 2, 1 cavabı yoxdur. C variantını götürdük. Verilmiş cümlələrdə köməkçi nitqçilərin işlənmə arıcılığını müəyyən edin deyir. Ən böyük ədat, böyük bəla tale ilə razılaş, tale ilə qoşma bilməməkdir. Sərlövhə kitabın yol göstəricisi olduğu üçün qoşmasını onu elə yazmaq lazımdır ki, bağlayıcı öz vəzifəsinə uyğun olsun. Arıcılıq lazımdır, bəli. Deməli, ən ədat tale ilə, ədat qoşma, sonra ədat qoşma, bir dənə bu variantdadır. Yəqin qobrusu da bağlayıcı olacaq. Axırda nə idi bağlayıcı kimi? Ki orada. B variantdır orada. Fikirlərdən hər üçün uyğun gələn sözü müəyyən edin. Köməkçi nitq hissəsi kimi cümlədə arzu mənası bildirir, isim kimi işlənir, quruluşca sadədir, barı. Barı divar mənasına işlənir. Məsələn, barı hörüldü, barı dağıldı. Divar mənasında olur. Sonra nümunədə işlənmiş köməkçi nitq hissələrinin arıcılığını müəyyən edin. Sən ki, ədat, xəbərdən sonra gəlməyən də ədat deyirik ona. Uşaq deyilsən, mən də bağlayıcı, sənin üçün qoşma, uşaq deyiləm ki, yenə də bağlayıcı, üstümə qışqırasan. Deməli, baxaq görək, ki orada nədir? Ədat, yəni 3, sonra bağlayıcı də 3, 2, 3-ün sonra 1, 3, 2, 1, 3, 2, 1, 3, 2, 1, bir dənə yerdədir cəmi. B variantı. Sonra hansı cümlədə həm qoşma, həm də bağlayıcı işləmişdir? Çiçəklərlə bəzədilmiş, çiçəklər ilə bəzədilmiş, bu və ilə də əvəz olunmur, qoşma da orada. Bizə nə lazım? Qoşma həm də bağlayıcı olsun deyir. Burada qoşma oldu, otaq qonaqları valih etdi. Bağlayıcı yoxdur A variantında. Duz və çörək dostluq rəmzidir. Bir dənə burada nə var? Bağlayıcı var və nə əvəzləyirəm? Qoşma yoxdur ancaq. Bu məsələdə zadəganlarla tacirlər, zadəganlar və tacirlər, bu bağlayıcıdır birinci olan. Xalqla, burada da qoşmadır. Eyni fikirdə idi. C variantını götürdük cavab kimi. Atamla qoşmadır. Ərik ağacının altında oturmuşdum. Bağlayıcı yoxdur. Qız qalasının hər mərtəbəsi daşdan hörülmüş, tavanla örtülmüşdür. La burada qoşmadır. Bağlayıcı yoxdur. Keçdik 35-ci suala. 35-ci sualda nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işləmə arıcılığını müəyyənləşdirin. Həm də bağlayıcı, sən həmişə deməzdinmi? Ədat, yenə də bağlayıcı. Deməli, bağlayıcı, ədat, bağlayıcı. 2, 3, 2. 2, 3, 2. 2, 3, 2 burada görürəm. Başqa yer yoxdur. 2, 3, 2. C variantı. Bir dənə orada nə var? Axırda öz arzusuna qarşı o da qoşmadır.
O da ki 1 D burada var da. Keçdik 36. Köməkçi nitqçələrlə bağlı düzgün fikirləri müəyyənləşdirin deyir. M sual ədatı ayrılıqda işlənə bilmir, işlənə bilir. Da, D-dən sonra gələndə işlənir. Məsələn, sən də mi belə etdin? Ayrı olmalıdır. Bizə nə lazımdır? Doğru fikirlər. Ona görə xətt üstündən. Qoşmaların hamısı sözdən ayrı yazılır. Qoşmaların hamısı sözdən ayrı yazılır deyəndə ki, bir dənəsi ayrı yazılır. O da xas qoşmasıdır. Sözdən ayrı yazılır deyir. İki hecalılar sözdən ayrı yazılır. Amma bir hecalılar isə sözə bitişik yazılır. Bu da səhv cavabdır 2. Ədadlar öz aralarında sinonimlik yarada bilmir. Yox, yarada bilir. Məsələn, deyir ki, lap yanımda dayandı, düz yanımda dayandı. Niyə ki, öz daxilində bütün köməkçi nitqçələri sinonimlik yarada bilir. 3 səhv cavab kimi götürürəm. Qoşmalar quruluşca yalnız sadə olur. Qoşmalar bəli, quruluşca sadə olur. Bağlayıcılar isə mürəkkəb ola bilər. 4-ü götürürəm düzgün cavab kimi. Ha yerinə görə həm qüvvətlendirici, həm də əmr ədatı kimi işlənə bilir. Əgər əmr şəklində olan feildən sonra gəlibsə, əmr ədatı sayılır. Məsələn, kitabı oxu. Oxu orada əmr ədatıdır, əmr feilidir. Əmr şəklində olan feildir. Ha da orada əmr ədatı sayılacaq. Bu qaydaya uyğun deyilsə, onda qüvvətləndirici ədat sayılacaq. Məsələn, sən bizə gəlməlisən, orada qüvvətləndirici sayılacaq. Deməli, bu düzgün cavabdır. 4-5 cavabını qeyd elədik D variantını. Nümunədə işlənmiş köməkçi nitqçələrlə bağlı səhv fikirləri müəyyən edin deyir. Sən danışdıqca sanki modal söz, mən də bağlayıcı Dağıstan igidlərini görürəm. Nida, Banu, doğrusu modal söz, səni bu qədər istədiyimi bilmirdim. Baxaq indi nə lazımdır. Arıcıl olaraq modal söz, sanki, sonra ədat yoxdur. Bizə bağlayıcı lazım idi. D. Ona görə birin üstünə bir xətt. Bizə nə lazım idi? Səhv fikirlər. Ona görə 1 götürürəm. Üzr istəyirəm. 1 götürürəm. Deməli, 2-yə baxın. Bənzətmə müqayisə, yəni sanki demək istəyir. Güman, şübhə bildirən. Güman, şübhə yox, doğrusu, düzü, bunlar təsdiq bildirən modal sözlərdir. Ona görə də bu səhv cavabdır. Bu güman, şübhə yox, təsdiq olmalıydı. Yəqinlik, təsdiq. Ona görə mən 2-ni də götürürəm, çünki səhv cavabdır bu. Düzü sözü orada, doğrusu sözü təsdiq bildirir. Xitabdan əvvəl işləmiş həm çağırış, həm də heç vaxt çağırış ola bilməz. Ona görə mən bunu səhv cavab kimi qeyd edirəm elə indən. Nümunədə qoşma adlı hallı sözlə işlənib. Qoşma tapaq birinci orada. Deməli, doğrusu səni bu qədər. Nə qədər sev istədiyimi, bu qədər. Bu işarə əvəzliyidir və adlı halda olan söz sayılır. Çünki heç bir halın şəkilçisi yoxdur onun yanında. Bu qədər də qoşmadır, özü də adlı hallı sözə qoşulub. Deməli, 4 doğru cavab olduğuna görə xətt çəkirəm. İkinci cümlədə köməkçi nitqçələrlə bağlı vergül işarələri düzgün qoyulmuşdur. Baxıram ki, ikinci cümlə, bax bu haraydı? Sözü ilə başlayır. Deməli, nidadan sonra vergül qoyub, bəli. Banu xitabından sonra vergül qoyub. Doğrusu modal sözündən sonra vergül qoyub. Heç bir problem yoxdur da, yəni düppədüzdür. 1, 2, 3 cavabı C variantı oldu. Nümunədəki köməkçi nitqçələrlə bağlı səhv fikirləri müəyyən edindir. Səadət xanım olsun ki, sərvətli deyil, ancaq gözəlliyi və rəhmdilliyi ilə şöhrət tapmışdı. Nümunəsinə baxırıq. Deyir ki, Səadət xanım olsun ki, modal söz, sərvətli deyil, ancaq, lakin, bağlayıcıdır bu, gözəlliyi və yenə də bağlayıcıdır. Bizə də səhv fikirlər lazım idi. Rəhmdilliyi ilə qoşmadır, şöhrət tapmışdı. Bir arıcıl olaraq modal söz olsun ki, bağlayıcı ancaq deyir. Ədat yoxdur. Bizə nə lazım? Səhv fikirlər. 1 götürdük. Nümunədə modal söz bəlkə də sözünün sinonimidir. Səadət xanım bəlkə də sərvətli deyil. Yəqin ki deyir, olsun ki. Deyir, bəlkə sözü ilə deyir, amonimliyi var deyir bunun. Deyir ki, Səadət xanım bəlkə də sərvətli deyil, ancaq gözəlliyi və rəhmdilliyi ilə şöhrət tapmışdı. Bu, bəlkə sözünə uyğun gəlmir. Deməli, deyək ki, bu, yəni güman şübhəyə uyğun gəlmir biraz. Bu, bəlkə sözünün sinonimi ola bilməz. Bu, elə təsdiq, yəqinlik bildirən modal söz olar. Ona görə də bizə yanlış, yəni səhv cavablar lazım olduğu üçün ona görə də götürürəm bunu. Sonra 3-ə baxaq. Ancaq sözü amonimdir deyir.
Ancaq sözü amonimdir. Bəli. Nümunədə ədat kimi işlənib. Nümunədə ədat kimi yox, bağlayıcı kimi işlənib. 3-ü də götürürük. 1, 2, 3 cavabını C variantını qeyd edirik. Köməkçi nitq hissələrindən ikisi amonimlik yaradır. Köməkçi nitq hissələrindən ikisi amonimlik ancaqdır, amonimlik yaradan bir də ilədir. Sonra yəni bu doğru fikirdir. Cümlədəki və birləşdirmə bağlayıcısı ilə qoşmadır. Cümlədəki və birləşdirmə bağlayıcısıdır. Bəli. İlə isə qoşmadır. Rəhmdillik ilə ilənin yerinə və qoya bilmiriksə əgər, onda o qoşma sayılır. 5-i də xətt çəkirik üzərinə. 39-cu suala baxırıq. 39-da deyir ki, cümlənin birində 3 müxtəlif köməkçi nitq hissəsi işlənmişdir. Çatqınlar və bağlayıcı, casuslar çox vaxt qaçqınlar ilə qoşma birlikdə arxaya da yenə də bağlayıcı keçə bilirlər. İkisi var. Ona görə 3 lazımdır. Mirzalı sazla qoşma gələn oğlana işarə etdi ki, bağlayıcı geri qayıtsın. İkisi var. Axı ədat Murad qardaşı ilə qoşma necə razılaşa bilərdi? İkisi var. Ürəyindən keçdi ki, bağlayıcı qoşma ikisi var. Elə Gülgəzin əri Mirələm də elə ədat, əri də bağlayıcı, deyəsən modal söz 3 dənə var, götürürük cavab kimi. Keçirik 40-cı suala. Madam ki, bura qədər gəlmisən, gərək müsabiqənin iştirakçılarına olasan, hətta çıxış edəsən, nümunədə işlənmişdir, deyir. Madam ki, deməli şərt bağlayıcısını görürük. Bura qədər gəlmisən, bura qədər qoşma var burada. Məsafə qoşması, gəlmisən, gərək deyir. Bu ədatdır. Müsabiqənin iştirakçılarından olasan, hətta yenə də ədatdır, çıxış edəsən. Deməli, baxaq görək. Burada da olacaq yenə də hətta orada bağlayıcı. İndi nə lazımdır bizə? Nə işlənib deyir 40-cı sualda? Nümunədə işlənmişdir. Şərt bağlayıcısı işlənib, biri götürdük. Sonra zaman qoşması. Zaman qoşması yoxdur. Ona görə də götürə bilmərəm bunu. Burada olan məsafə idi. Məsafə qoşması, bəli, deyir, bura qədər. Sonu yox, sonu var da yəni. Sonra baxırıq görək ki, deyir, arzu ədatdır. Bu gərək var orada. Arzu ədatı götürdük. Ondan sonra iştirak bağlayıcısı, hətta, bəli. Deyir ki, məsələn, kitab, dəftər, hətta qələm itmişdi. Belə olanda o ədat kimi gedir. Bu cümlələri bağlayanda isə bağlayıcı deyirlər ona. Həmcins üzvləri bağlayanda ədat deyirlər. Deməli 5-i də götürdük cavab kimi. Qüvvətləndirici ədat yoxdur burada. Qüvvətləndirici ədat dedim ki, həmcins üzvləri bağlayanda götürmək olar. Yaxşı, keçdik 41-ci sualımıza. 41-də deyir ki, hansı cümlələrdə həm nida, həm də ədat işlənibdir? Həm nida, həm də ədat. Baxaq görək. Təzə pomidor neçəyədir? A kişi, ədat var. Deyə əlini səbətə saldı, amma nida yoxdur. Ədat yoxdur. Nida var amma. Sarı köynək dedi ki, bu bağlayıcıdır. Ay, nida var. Şükür oğlun da gəlib. Da burada bağlayıcıdır. Onu da götürmək olmaz. Bizə nə lazımdır? Ədat da olsun gərək nidadan sonra. Ay burada olacaq çağırış nidası. Barı, bu da ədat. 3-ü götürdük. Eşitdim ay dayı, yenə də nida. Mənsiz ova çıxıbsan. Axı ədat. 4-ü götürdük. 3-4. Hansı cümlələrdə həm nida, həm də ədat işlənib deyir. Yenə də eyni tipdə olan bir sualdır. Deyir ki, a bəy çağırış, sən də pis demirsən ha, qüvvətləndirici ədat. 1-i götürdük. Bu oldu nida. Qumru da bağlayıcıdır. Mənim bacımdır. Sənubər də. Bunlar bağlayıcılardır. 2-nin üzərinə xətt. Gördünmü ədat? Atan mənim başıma nə oyun açdı? Burada bir dənə ədatı gördük. Nida yoxdur. Ay bala, ay çağırış nidası. Onun dərdini çəkməyin lap adamı təəccübləndirir. Çəkməyin lap adamı təəccübləndirir. Lapdakı qüvvətləndirici ədat götürdük. Cavab kimi 1-4. Nümunədə işləmiş köməkçi nitqlər haqqında doğru fikirlərdir deyir. 43-cü sualda. Deyir ki, vətəniz sevəcəkdir əhd ilə peymanı kimi, əhd və peymanı kimi və bağlayıcı kimi, bu da qoşma. Sonra olmaram razı əgər bağlayıcı
bağlayıcı. Cəhdlə qalsa vətənim, vətənim qalsa əgər, yenə də bağlayıcı. Sonra cəhldə yansın bu tənim, cəhldə yansın bu tənim. Nə lazımdır bizə? Doğru cavablar lazımdır bu variantda. Deyir ki, qoşma işlənmişdir. Kimi var da qoşma orada, bəli, götürdük biri. Ondan sonra his, həyəcan, emosionallıq yaradan sözlər, yəni nida. Nida yoxdur cümlədə, 2-nin üzərinə xətt. Birləşdirmə və şərt bağlayıcıların istifadə edilmişdir deyir. Birləşdirmə, bir də şərt. Birləşdirmə ilədir orada. Şərt hansıdır bəs? Olmaram, əgər. O da doğru cavabdır 3. Mənanı qüvvətləndirən sözlər ədat demək istəyir. Ədat da ki, yoxdur burada. Ona görə 4-ü xətt çəkdik. 44. Deyir, köməkçi nitq hissələri ilə bağlı doğru fikirlərdir. Söz yaradıcılığında iştirak edir. Yox, söz yaradıcılığında, yəni bunlardan düzəltmə söz yaratmaq olmur. Yalnız qrammatik məna daşıyır, bəli. Amonim ola bilmir, ola bilir. Sinonim ola bilir, bəli. Öz daxillərində sinonim yaradırlar. Doğru fikirlər lazımdır da bizə. Sonra baxırıq, ayrılıqda cümlə özü yerində işlənir, xeyr. Ayrılıqda cümlə özü olmur. Yalnız qoşma qoşulduğu sözlə birlikdə cümlə özü olur. Köməkçi nitq hissələri ilə bağlı səhv fikirləri tapın deyir. Qrammatik məna daşıyır, bəli. Bəziləri bir-birlə amonimlik təşkil edə bilir. Bəli, təşkil edə bilirlər. Məsələn, nəni demişdim bayaq. Kini deyə bilərik, iyiləni deyə bilərik. Quruluşca sadə düzəltmə ola bilmir bunlar heç. Yəni leksik şəkilçi qoşula bilmir bunlara. Sinonimlik xüsusiyyətinə malik deyil, malikdir, bir-birinin yerində işlənirlər. Söz yaradıcılığında iştirak etmir, bəli, iştirak etmirlər. 3-4 oldu. 45-ci sualda. Altından xətt çəkilmiş hansı hissə cümlədən çıxarılsa məna dəyişikliyi baş verməz, lakin cümlənin emosionallığı azalar. Bu qayda deyir, altına xətt çəkilmiş hansı hissə cümlədən çıxarılsa, cümlədən çıxarılma məsələsi ədata aid məsələdir. Ona görə də ədatları tapmağa çalışacağıq. Birdə ədat var, bəli var, ədatdır da yəni. Ona görə biri götürdük. Dəvəcə, dəvə qədər, dəvə kimi bu cə burada qoşmalardır. Ona görə keçdim üzərinə. Səni ruhən sarsıdan duyğularını etiraf etsənə, sənə ədatıdır. 3-ü götürdük. Gənclik xatirələrini qəlbində saxlamısan. Bu zaman şəkilçisidir. Bunun üzərinə keçdik 4-ün. Bircə, evin, həm. Saya sifətə qoşulanda ədat deyirdik. 5-i də götürdük. 1, 3, 5 cavab oldu. Sonra keçirik 47. Köməkçi nitq hissələrinə aid düzgün fikirləri seçin deyir 47-ci sualda. Deyir ki, bəziləri əsas nitq hissələri ilə amonimlik təşkil edirlər. Məsələn, deyir necə söz həm ədat olur, həm də sual əvəzliyi olur. Biri götürdüm. Bir qismi söz cümlə kimi işlənə bilmir, əksinə işlənə bilir. Bizə nə lazımdır? Düzgün fikirlər. Qoşma və bağlayıcılar sadə və mürəkkəb olmaqla 2 yerə bölünür. Bəli. Qoşma mürəkkəb ola bilmir, ona görə üzərindən keçirəm. Ondan sonra qrammatik məna daşıyır, bəli. Qoşmalar müstəqil cümlə özvü kimi çıxış edə bilir. Xeyr, müstəqil yox, qoşulduğu sözlə birlikdə cümlə özvü olurlar. Deməli, bir qismi söz cümlə kimi işlənə bilmir. Hə, bir qismi söz cümlə kimi işlənə bilmir. Bunu qaytar bir dənə. Yəni, hamısı işlənə bilmir də söz cümlə kimi. Məsələn, deyək ki, modal sözlərin bəziləri olur. Təsdiq, inkar ədatları işlənə bilir. Evə getdin, cavab verir. Bəli, o söz cümlədir. Məsələn, qoşma söz cümlə ola bilmir də, ona görə də işlənib bir qismi deyir, yəni hamısı, ona görə götürək, düzgün fikir. Sonra, yalnız bir köməkçi nitq hissəsi kimi işlənə bilir deyir. Yalnız bir köməkçi nitq hissəsi kimi işlənə bilən sözlər müəyyən edin. Yəni, amonim olmur da, ötürü sözü ancaq qoşma ola bilən sözdür. Yəni, sözü ədat və bağlayıcı ola bilir, ona görə keçdik. Ancaq sözü ədat və bağlayıcı olur, keçdik. Lap sözü ancaq ədat olur. Nə olur? Qoşma və ədat ola bildiyi üçün xətt çəkirəm. Bir sözü deyir, köməkçi nitq hissəsi olsun da. Bir sözü ancaq ədat olur. Başqa köməkçi nitq hissəsi ola bilmir ki, yox. Düzdür, say olur, amma o köməkçi deyil ki. Ona görə altını da götürdük. 1, 4, 6. Sonra 49-cu suala bax. Hansı cümlələrdə həm modal söz, həm də ədat işlənib? Modal söz və ədat olsun deyir. Firuzənin ağlamağı mənə pis təsir elədi. Axı. Burada axı var. Doğrudan da burada modal sözü də gördük. Biri götürdük onda. Düzdür, qız yetər modal sözü gördük. Qız yetər olanları danışdı. Ancaq, lakin heç kim inanmadı. Burada ədat yoxdur. Keçdik. Əlbəttə modal söz o cür ki, deməli, ədatı da gördük burada.
ki xəbərdən sonra gəlməyəndə ədat deyirdik ona. 1-3 düzü modal söz. Mən də bağlacıdır. Müzakirənin gedişindən razı qalmadım. Yoxdur burada. Ədat yoxdur yəni. 50-ci suala baxırıq. Hansı cümlələrdə həm modal söz, həm də ədat işlənib, durğu işarələr buraxılıb? Əlbəttə. Deməli, baxaq burada ədat harda var indi. Təbiətin gözəlliyinə tamaşa etmək mənim də xoşuma gəlirdi. Də bağlacı da oldu burada. Deməli, bunu götürə bilmərik. Şübhəsiz ki, modal söz var. Atamın məzəmmətləri mənə ən ədat var burada. Ona görə 2-ni götürdüm. Doğrusu modal söz. Bu xəbər məni də sevindirirdi. Bağlacıdır. Ona görə götürə bilmərəm. Görünür modal söz. Çox utanırdı. Ona görə də söhbəti daha ədatdır. 4-ü də götürdüm. 2-4. 51-ci suala baxırıq. Hansı cümlələrdə həm modal söz, həm də ədat işlənmişdir? Həm modal söz olsun, həm də ədat olsun. Orxan fikirləşdi ki, yəqin modal söz var burada. Bəs ədat hansıdır? O qədər asan deyil. Deməli, bunu götürə bilmərəm, çünki ədat yoxdur bu cümlədə. Hacı düşünürdü, görəsən modal söz, axı ədat. 2-ni götürdük. Görünür modal söz, Molla Sadıq narahat olduğu üçün bütün gecəni yatmamışdı. 3-ün qoşmadı, xət çəkirik. Siz buralısınızmı ədat? Nəhayət modal söz. 4-ü götürdük. 2-4. Sonra keçdik 52-ci sualımıza. Deyir, hansı cümlədə həm modal söz, həm də ədat işlənmişdir? Eyni tip. Nəhayət modal söz, son ədat axtaraq. Texniklə həqiqət xanım eyni qərara gəldilər deyə Hacı dilləndi. Ədat yoxdur cümlədə. Axırıncı sözləri xatırlayaraq fikirləşdim. Görəsən modal söz doğrudanmı? Mı var burada. Deməli 2-ni götürə bilərik cavab kimi. Modal söz və ədat var. Şübhəsiz ki, deməli oldu modal söz. Azad bu sözləri eşidəndə deyəcəkdi. Axı ədat. 3-ü də götürürəm. Onun sözləri ürəyimi lap ədat birtəhər elədi. Deməli modal sözdür burada. 4 cavabını götürdük. 2, 3, 4. 52-ci sualda 2, 3, 4 oldu. Əlbəttə, məsələn, burada modal söz. Bizimkilər də düşmənə layiqli cavab verdilər. Burada ədat yoxdur. Keçdik 53-cü suala. Əminlik bildirən modal söz və bağlacı işlənmiş cümlənin həm modal söz olsun, əminlik, həm də bağlacı olsun. Deyir ki, deyilənə görə bu fikrin mənbəyi olar. Bizə nə lazımdır? Əminlik bildirən. Xan qızı cavanlıqda lap gözəlmişdir. Birinin üzərinə keçdik. Düzü, bax bu əminlik bildirir. Babam sağalmadı. Lakin, bu da bağlayıcı burada. 2-ni götürdük. Sonra doğrusu, bu da həmçinin əminlik və təsdiq kimi deyə bilərik buna. Qız yetər sustu, amma, lakin, bu da bağlayıcı olsun. 3-ü də götürdük cavab kimi. 53-də. Sonra 4-ə baxın. Nəhayət modal sözdür, amma nəticə bildirən modal sözdür. Ona görə bunu götürə bilmərik biz. Burada cavab kimi 4-ün üzərinə bir xət. 54-cü suala baxaq. Deyir ki, əminlik bildirən modal söz və bağlayıcı işlənmiş cümlələr hansıdır? Yenə də eyni tip. Doğrusu əminlik bildirir. İndi baxaq bağlayıcı hansıdır? Amma, lakin deyir, yenə də çalışaram. Deməli, götürə bilərik cavab kimi. Doğrudan əminlik bildirən kimi götürə bilərik bunu. Doğrudan lap qəribə olmuşam. Burada bağlayıcı olmadığına görə xət çəkirik. Görürsənmi? Demək nəticə bildirəndir. Ona görə heç sayılmır. İşləyən tələbə təkcə sən deyilsən. 3-ü götürə bilmərəm mən. Deməli, burada olmadı. Nə bağlayıcı, nə də bizə lazım olan modal söz yoxdur. Düzü təsdiq bildirən modal söz, əminlik bildirən. Mən kənar adamam, ancaq, lakin, bu da bağlayıcı olsun burada. 4-ü də götürdük. 1-4. Nümunəyə əsasən klasteri tamamlayan fikirləri müəyyən edin. Klasteri tamamlayan. Deyir ki, birgəlik vasitə bildirən qoşma işləri. Baxaq, görək indi nələr işlərim. Çay çaya qovuşmaz, sular daşmasa. Heç nə yoxdur burada. Ulduzun ulduzla ünsiyyəti var. Qoşma. Birgəlik. Göydə buludlar da bağlayıcı qoşalaşmasa, nə ildırım çaxar, nə yağış yağar, nə də. Ümumiyyətlə, təkrarlanan nələrə görə bağlayıcı, inkarlı bağlayıcı. Köməkçi nisqələrindən deyir. Nə lazımdır bizə? Tamamlayan. İştirak bağlayıcısı işlənib. İştirak bağlayıcısı da var orada. Bəli, 1-i götürdüm cavab kimi.
Sonra 2-yə baxaq. Mənanı qüvvətləndirən sözlər işlənib deyir. Mənanı qüvvətləndirən söz ədatdır. Buradakı ədat yoxdur, tapa bilmədik. Ona görə 2-nin üzərindən xətt, 3-ə baxaq. İnkarlı bağlayıcısı işlənib. İnkarlı bağlayıcısı nədə? Bəli. İnkarlı bağlayıcısı var. 5-ə, 4-cü şərtə baxaq. Fikrə münasibət bildirən sözlər işlənib. Fikrə münasibət bildirmək modal sözdür. Modal sözdəki tapa bilmədik axı biz burada. Modal sözdə yoxdur. Ona görə 1-3 oldu. 56-cı suala keçək. Deyir ki, nümunədə işləmiş köməkçi nitq hissələrlə bağlı səhv fikirlər müəyyən edin. Səhv fikir. Dəniz olmaq istəyirəm, ay ana, nida. Öz sinəmi göylər üçün açaram üçün qoşma. Yox, ədat. Ay bala, yenə də nida. Anan qurban boyuna. Dəniz olsan, səni necə qucaram. Heç nə yoxdur başqa. Deyir ki, nümunədə ardıcıl olaraq nida. Nida ilə başladıq, deyə o ayla. Sonra qoşma üçün. Sonra ədat yox. Sonra nida işlənib. Qurban onun boyuna. Dəniz olsan səni necə qucaram. Nida yoxdur axı burada. Bizə nə lazımdır? Baxaq görüm səhv fikirlər. 56-cı. Ona görə mən bax bu axırıncı ədat olmadığına görə hər iki düz gəldi. Bax bunlar düzdür hamısı. Bunlar düzdür. Ən axırıncı olmadığına görə mən 1-i götürürəm. Bizə də səhv fikirlər lazımdır. İndi keçirik 2-ciyə. Deyir, əsas nitq hissəsi ilə amonimliyi olan sözlər işlənmişdir. Əsas nitq hissəsi ilə amonimliyi olan sözlər. Yəni köməkçi olsun, amma əsas da ola bilsin yerinə görə. Məsələn, ay sözü həm isim ola bilir, həm nidadır. Ona görə doğru fikirdir, xətt çəkirəm üzərindən. Birinci misrada çağırış nidası var. Bəli, ay sözü çağırış nidasıdır. Nümunədə səbəb məqsəd mənası bildirən köməkçi nitq hissəsi işlənmişdir. Səbəb məqsəd. Baxaq görüm səbəb məqsəd bildirən. Üçün səbəb qoşması var da. Məqsəd də ola bilir. Həm səbəb məqsəd qoşması hesab olunur o. Onun da üzərinə bir xətt. Nümunədə sual ədatı işlənmişdir. Sual ədatı deyil, sual əvəzliyidir o. Deməli, burada ümumiyyətlə sual ədatı yoxdur. Ona görə mən bunu səhv cavab kimi qeyd edirəm. 1-5 oldu cavabımız. 57-ci suala baxırıq indi. Deyir ki, cümlələri fərqlənib sözləri nəzərə alaraq uyğunluğunu müəyyən edin. Necə demişdin, elə də olacaq. Bu sual əvəzliyidir. Sonra bu heykəl necə də əzəmətlidir. Bu dəfə oldu sual ədat deyirəm, qüvvətləndirici ədat. Necə sözündən söhbət gedir. Yalnız qrammatik mənası var. Hara yazacağım bunu? Yalnız qrammatik mənası deyir bu ikinciyə. A-nı yazdım bura. Sonra deyir ki, bərabər hüquqlu sözlər bir-birinə bağlayır. Bərabər hüquqlu sözləri bir-birinə bağlamaq bağlayıcıya aid olan məsələdir. Ona görə 57-də bu beynin üzərinə xətt çəkirik. Leksik mənası var deyir. Leksik mənası varsa birinciyə aid olan məsələdir. Çünki o bağlayıcıdır, əvəzlikdə axı. Ona görə bu leksik mənası. C-ni yazıram bura. İndi cümlə üzvü deyil deyir. Cümlə üzvü deyil, ikinciyə aid olar da. Birincidə olan zəflik olar. Tərz hərəkət zəfliyi. Cümlə üzvü deyil, bura yazıram. D-ni 2 üçün. Bağlayıcı söz vəzifəsində işlənib deyir. Bağlayıcı söz vəzifəsində işlənmək, deməli, bağlayıcı söz vəzifəsində işlənib. Deyir, necə demişdin, elə də olacaq. Bağlayıcı söz vəzifəsində işlənib deyir bu. Deyir, fərqlənib sözü nəzərə alar, uyğunluq müəyyən. Demişdin, elə də olacaq. Bunun üçün dayandım, çünki bağlayıcı söz sual əvəzlikləri olur. Ona görə də dayandım ki, birin yanına yazaq mı bunu, yoxsa yazmayaq. Birin yanına bağlayıcı söz yazmaq lazımdır da onda. Bir dənə E-ni də oraya yazaq onda. Bağlayıcı söz axı şeydir, sual əvəzlikləri olur. İndi baxaq görək nə çıxartdıq bunun cavabını. CE oldu, yəni arıcılıqda. Buraya yazacağım. CE, sonra AD. AD oldu cavabımız. Keçək indi 58-ci suala. 58-ci sualda deyir ki, cümlələrdə fərqləndirilmiş sözlər nəzərə alaraq uyğunluğu müəyyən edin. Necə də istedadlı, yenə də ədat, birinci. Sənə necə iş lazım olduğunu, bu da əvəzlikdir. İndi bizə nə lazımdır? Uyğunluq, yəni düzgün fikirlər. Köməkçi nitq hissəsidir. Hara yazaq? 2-nin yanına. Sənə yox, 1-in yanına. Deməli, köməkçi nitq hissəsi deyir. Buraya yazaq bir dənə
A-nı bura. Hara yazacağım, yerdə yoxdur. Yazarım deyə burada A. Hə. Sonra cümlənin emosionallığını artırır. Bu ədatın cavabı olduğu üçün mən elə bunu A-nın yanına bir B də yazıram. Emosionallıq məsələsi ədata aiddir. Sonra C-ni oxuyuram. Leksik mənası var. Leksik mənası var. Bu 3-ə aid olan məsələdir. İkinciyə, yəni ikinci. Çünki sual əvəzliyində əsas nitqsələrində leksik mənası olur. C-ni də yazdım bura. İndi cümlə özləri arasında əlaqə yaradır. Bu bağlayıcının cavabıdır. Ona görə xətt üstündən. Cümlələr arasında əlaqə yaradır. Bu da bağlayıcıya aid olan məsələlərdəndir. Oldu A, B, C cavabımız. Keçdik 59-cu suala. Deyir ki, fərqləndirilmiş sözlərin vəzifəsinə əsasən uyğunluğu müəyyən edin. Ədat, bağlayıcı. Ədatın qabağına hərflər yazacağıq, bağlayıcının da qabağına hərflər yazacağıq. Arif sözünü də, bu nədir? Ədatdır burada. Ona görə A-nı yazıram bura. 2-yə baxaq. B-yə düzülsəm. Səs-küylü otaqda bayırdan bir fit səsi də eşidildi. Başqa səslər də eşidilib, fit səsi də. Deməli, bunu da bağlayıcının yanına yazıram. İştirak bağlayıcısı kimi B. Sonra yazdığı məktubları da özü ilə aparmışdı. Hər şeyi aparıb, məktubları da aparıb. C-ni də yazıram bu B-nin yanına. Bağlayıcı kimi. Gördüklərini danış da. Bu da ədat kimi olsun. Deməli, yazaq bura D. Sonra nəğmə oxuyurdu, gül də, çiçək də. Bu da yazaq B-C-nin yanına, yəni bağlayıcı kimi. İştirak bağlayıcısı kimi. A, D, B, C, E. A, D, deməli 59-cu sualda A, D, B, C, E oldu. 60-cı suala baxaq indi. Deyir, yenə də fərqli cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Xoşbəxt o adamdır ki, deyir. Burada nədir? Bu, mən özüm qoyuram, vergül, bağlayıcıdır. Sərvətə ehtiyacı yoxdur. Qəlb ki, bu ədatdır artıq burada, xəbərdən sonra gəlməyib. Şüşədir, sındırmaq, yamamaq olmaz. Deyir, fikrin təsirli ifadəsi ədatın məsələsidir. Ona görə A-nı buraya yazıram. Ədatın cavabıdır. Özündən sonra vergül qoyulur. B-ni buraya yazıram. Sonra ədatdır. C buraya yazıram. 2-yə. Cümlələr arasında əlaqə yaratmağa xidmət edir. Bunu yazıram 1-in yanına. Nədir bu cümlələr? D. Buraya yazıram bir dənə D. Sonra cümlədən çıxarsa emosionallıq azalar. Bu da ədatın məsələsi olduğuna görə buraya yazıram. 60-da oldu. B, D, A, C, E. B, D, A, C, E. 61-ci suala baxırıq. Malını da, canını deyir. Malını da, canını da bu yolda qurban verməyə hazır idi. İndi baxaq görün burada. Bir də malını yeməyən malını yeyərlər də. Burada olan, birincidə olan bağlayıcıdır, ikincidə olan ədatdır. Fikrin təsirli ifadə olunmasına kömək edir. Deməli, fikrin təsirli ifadə olunması məsələsi ədata aid olan məsələ odur. Ədat, yəni emosionallıq, təsirli ifadə olunma. Bu A-nı yazıram bura. Sonra cümlə özləri arasında əlaqə yaradır. Bu bağlayıcıya aid olan məsələ olduğu üçün 1-ə yazıram. Yəni B ilə başlayır cavabımız. Sonra C-ni. Cümlədə sözə qoşulub. Sözə qoşulma məsələsi qoşmanın cavabıdır. Ona görə xətt üstündən ədatdır. 2-yə yazırıq. Nədir bu ədat? D. Hara getdi, çıxdı. Kaçıncı suala baxırıq? 60. Deməli, D-ni yazdıq bura. Ondan sonra bağlayıcıdır. Bunu da yazdıq E bura. Oldu B, E, A, D. 62-yə baxaq. Deyir ki, cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Dost ilə çörək kəs, alış-veriş eləmə. Burada ilə qoşmadır. Qurd ilə qoyunun dostluğu tutmaz. Qurd və qoyunun. Burada da bağlayıcıdır. Birləşdirmə vəzifəsində birə aid olan tapmalıyıq. Birinci növbədə işimiz bu. Birləşdirmə vəzifəsini işlənib. Birləşdirmə buraya aiddir. Deməli, A-nı buraya yazıram. İndi birə aid olanlar tamam. Cümlədə sözə qoşulub məna açaları. Bu qoşmaya aid olan cavabdır. Deməli, B-ni yazdım bura. Sonra qoşmadır. C-ni də yazdım bura. Sonra adlıq halda olan sözlər dost adlıq haldadır. Ona görə D-ni də yazdım bura. B, C, D, A. Fikrin təsirli ifadə olunması ədatın cavabıdır. Ona görə də bunun üzərindən bir xətt çəkirik. 63-cü suala baxırıq. Deyir, qoşma və bağlayıcı hərflər yazacaq qarşılarına. Dəmir qələm ilə dəftərləri çantasına qoydu.
dəmir qələm ilə dəmir qələm və bağlayıcının yanına yazacağım bunu. Bir dənə xətt üzr istəyirəm, belə bunu silim buradan. Yazmayacağım çünki hərflər yazmaq lazımdır. Deməli bu A-nı yazıram bura. Sonra xoş sözlə ilanı, xoş söz ilə. Xoş söz və deyəmərəm ki, yox. Deməli buna yazıram B-ni qoşmanın yanına. Sonra Səlimə nənə bizi isti təndir çörəyi və pendirə qonaq etdi. Deməli bu C-ni də yazırıq bu A-nın yanına, bura bağlayıcının qarşısına. İgid ləqəbi ilə tanınar. Burada da qoşma. D-ni də yazırıq bura. Qonaq ehtiramla başını yuxarı qaldırdı. Ehtiramla nə tərzdə, necə? Burada da qoşma demək olmaz buna. Çünki zərf şəkilçisidir. Bu mücərrəd mənalı sözlərə qoşulub. Ona görə də B, D, A, C oldu bu sualda cavabımız. Sonraki suala baxaq, 64-cü suala. Deyir ki, Venn diaqramına əsasən cümlələrdəki fərqləndirilmiş sözləri müqayisə edin deyir. Baxaq. Öz əli ilə bütün işləri korlamış oldu. Öz əli ilə qoşmadır. Deməli bura bir Q hərfi yazıraq. Yazaq ki, qoşmadır. Otağa girməyi və çıxmağı bir oldu. Burada bağlayıcı yazaq. B. İndi biz bunları müqayisə eləməliyik verilən cavablar əsasında. Baxaq. Cümlədə sözə qoşulub mənaçaları yaradır. Buraya yazıram A. Çünki qoşmanın cavabıdır da bu. Qoşmanın cavabıdır. A-nı yazdım bura. Sonra birləşdirmə funksiyasını yerinə yetir. Birləşdirmə məsələsi bağlayıcıya aid olan bir cavabdır. Bağlayıcıya aid olan bir cavabdır. Onu 2'nin yanına bir yazdıq. Nədir? Birləşdirmə B. Sonra işləndiyi cümlədə emosionallıq yaradır. Emosionallıq yaratmaq ədata aid olan məsələdir. Sildik bunu. İxtisar forması lə sözləri la, lə kimi olur, yəni deyir. Sözlərə bitişik yazıla bilir. Bəli, həm qoşma, həm bağlayıcı sözlərə ilədən söhbət gedir. Bitişik yazıla bilir. La, lə formasında. Ona görə D-ni də buraya yazdıq. Sonra fikrin təsirli, yəni də bu ədatın cavabı olduğu üçün xətt çəkirik. Oldu A, B, D. 64-cü sualda. 65-ə baxaq. Deyir ki, madam ki, bizə nə lazım? Arıcıllıq. Arıcıllıq lazımdırsa, onda biz elə tapa böyle yazaq da. Madam ki, modal söz. Modal söz hardadır burada? Modal söz 3. Sonra məsləhətə qulaq asmırsa, üzr istəyirəm, modal söz deyirəm. Bağlayıcı, şərt bağlayıcısı. Madam ki, hərgah. Bağlayıcı haradaydı? Bağlayıcı, tabellik bağlayıcısıdır. Həm də tabellik 2. Sonra məsləhətə qulaq asmırsan deyir. Sonra mən səni daha ədatdır. Ədatsa, ədat cavabı 5. Sonra narahat etməyəcəyəm. Ancaq, lakin bağlayıcı, qarşılaşdırma bağlayıcısı, tabesizlik. 4 yazıram bura. Bu hərəkətin ilə qoşma 1. Sonra nələri itirdiyini deyəsən modal söz. Modal söz 3. Başa düşmürsən. 25 413. 25.413 oldu. Keçdik cavabımız yəni. 66-cı suala baxaq. Cümlələrdə işlənən köməkçi nitqsələrini nəzərə alaraq arıcılığı müəyyən edin. Qoy ədat. Ədatdır. Ona görə 3 ilə başladım mən. 3. Burada yazacağım boş yerə. 3 deyirəm 2 yazıram. Üzürlüsən. Deməli 3'ü yazdıq bura. Sonra əvvəl hər şeyi etiraf etsin. Hamı məşğuldur. Yəni bağlayıcı. Aydınlaşdırma. Bağlayıcı hansı 2. Sonra heç kəs boş dayanmayıb. A bala. A bala. Deməli bu nida. Nidadakı 4'də. İçəri gəl, bayırda dayanma. Bir dəstə uşaq yol boyu ilə qoşma. Bu da 1. 3, 2, 4, 1. Nümunədə işləmiş köməkçi nitqslərinin arıcılığını müəyyən edin deyir. 67-ci sualda. Ox, Nadia, nida. Deməli, nida harada 4 ilə başladıq. Sonra Nadia, mən həmişə sən deyən kimi, necə sən deyən kimi. Deməli, bu olacaq
qoşma. Qoşma haradaydı? 1-də. Sonra yadımda saxlayıram ki, bağlayıcı. Bağlayıcı 2. Aktyorlara ancaq səhnədə baxmalı. Yalnız səhnədə baxmalı. Ədat 3. Onları həyatda görməməli. 4, 1, 2, 3 oldu ardıcıllığımız. 68-ci suala baxırıq. Nümunədə köməkçi nitq hissələrinin ardıcıllığını müəyyən edin. Sanki modal söz hardadır? 4. Yoxsullar ilə qoşma 1. Yaşamaq olmaz. Altunsuz, üzüksüz. Olsa yaxşıdır. Olsa yaxşıdır deyir. Fəqət bağlayıcı. Qarşılaşdırma. Bağlayıcı aslı 2. Olmayanda qiyamət olmaz ki. Ədat. Bu da 3. 4, 1, 2, 3 oldu cavabımız. Nümunədə deyir, işləmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyənləşdirin deyir. Ox, nida. Deməli 4 ilə başladıq. Sonra zavallı bacım, sənsən, saadətini tanrım qədər qoşma. 1 yazaq bura. Arzu, saadətini tanrım qədər. Sevdiyim bu xalq birə, saya, sifətə qoşulanda ədat. 3 yazdıq. Səni də bağlayıcı, iştirak bağlayıcısı. 2-ni də yazdıq bura. 4, 1, 3, 2. Sonra 70-ci suala baxırıq. İşarələnmiş deyir. Sözlərin hansı nitq hissəsi olmasına görə işlənmə ardıcıllığı yenə də əvəzlik, qoşma, ədat, bağlayıcı. Hərəsinin qarşısına deməli nə yazacağıq? Ardıcıllıq. Birinci nə işlənib, yəni belə. Kimi susur, burada nə işlənib? Bu əvəzlikdir. Qeyri-müəyyən əvəzlik. Kimi susur. 1 ilə başladıq. Sonra bu işi ancaq sən bacarsan, yalnız sən bacarsan. Ədat hansındadır? 3. Sonra çox gözlədik, ancaq gəlmədi, lakin gəlmədi. Bağlayıcı da 4-dədir. Sonra ovçu görmüş maral təki, maral kimi, bu da qoşma. Bənzətmə qoşması 2. 1, 3, 4, 2 oldu. Altından xətt çəkilmiş sözlər hansı nitq hissəsinə aid olduğunu işlənmə ardıcıllığına görə müəyyənləşdirin. Baxaq görək, birinci, bax buranın hansı rəqəm yazacaq. Kimi yazır, kimi oxuyurdu, əvəzlik. 1. Cəmilə riyaziyyatı da çox sevirdi. Bütün fənləri çox sevir, riyaziyyat da qoşulub olaraq bağlayıcı, iştirak bağlayıcısı. 4 yazdıq bura. Bacım telefonla danışırdı. Telefon ilə birgəlik qoşması 2. Ata bu barədə hətta düşünməmişdi. Deməli, burada da olacaq ədat 3. Sonra nətə oldu? 1, 4, 2, 3. 1, 4, 2, 3. Ondan sonra cümlələri bir-birinə bağlayanda, bir dənə də xatırladıq. Cümlələri bir-birinə bağlayanda hətta sayılır bağlayıcı. Cümlə üzvlərini bir-birinə bağlayanda o sayılır artıq ədat. Yəni belə deyək də, biraz da sadələşdirmiş formatı ki, bir cümlə daxilində görmüşüksə, ona ədat deyək. 2 cümləni bir-birinə bağlayıbsa bağlayıcı deyək onu. Keçdik 72-ci suala. Cümlələrdə işlənən köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Yenə də eyni tipdə olan bir məsələdir. Orxan qarşı tərəfə, hansı tərəfə? Qarşı tərəfə qoşma. Qoşma hansındadır? 1. 1 ilə başladıq, buraya yazacağım elə. 1 ilə başladıq. Sonra keçmək istəyən yaşlı qadına da kömək etdi. Bağlayıcı. İştirak bağlayıcısı. 2 yazdıq bura. Söylədiklərimi Raufdan qeyri, Raufdan başqa. Bu da qoşma olsun. 1. Deməli, fərqləndirmə qoşması. Yenə də 1 yazdım bura. Deyir ki, heç kəsə demə. Heç kəsə demə. Bahar hər şeyi görünür, modal söz. Modal söz 4-dədir. Sonra görünür, sonra öyrəndi. Bu zaman zərfidir. Sən belə onun böyük səylə çalışdığını inanırdın. Sən belə. Deməli, bu da olsun burada, belə də ədat.
Ədad da hansındadır? Ədad 3-də. Sonra onun böyük səy ilə çalışdığına inanırdın. Səy necə? Səy ilə bu leksik şəkilçidir. Oldu 1, 2, 1, 4, 3. Deməli bu 72-ci sualdır. Deyir ki, cümlədə işlənən köməkçi nitqçilərin işlənmə ardıcıllığını müəyyən edin deyir. Aha. Deməli deyir ki, bir dənə baxaq. Orxan qarşı tərəfə keçmək istəyən yaşlı qadın hansı tərəfə? Qarşı tərəfə. Deməli bu olsun. Bu bir də 1 ilə başladıq. 72-ci sualda bu. Orxan qarşı tərəfə keçmək istəyən yaşlı qadına da kömək etdi. Aha, deməli burada belə sual veririk də, hansı tərəfə? Qarşı tərəfə. Qoşma isə belə olmur da. İkisi birlikdə olur da, qarşı tərəfə. Haraya keçmək istəyən? Keçmək istəyən qarşı tərəfə. Tərəfə keçmək istəyən. Belə işlənib, düzdür, bu belə mən razı deyiləm belə olmağına. Bunu yəni tərəfə keçmək istəyən. Evə tərəf getdi. Hə, yönlük halda işləndiyi üçün isim kimi işlənib. Yönlük hal şəkilçisi qəbul elədiyinə görə bunu isim deyirlər. Belə olanda isim. Deməli baxaq görək indi nə olur burada. Mən burada qarışdırdım aləm bir-birinə. Deməli 1-i silirik buradan. 1-i siliriksə 2 qalır yerində. 2 hansı idi? Bağlayıcı. Bağlayıcıdır. Sonra bağlayıcıdan sonra nə işlənir burada? Söyləyin, Raufdan qeyri. Bu qeyri nə idi? Fərqləndirmə qoşmasıdır. Kimdən qeyri? Raufdan qeyri. Ona görə də 1 qalır yerində, yəni qoşma. Sonra bahar hər şey görünür. Qalanları yerində 2, 1, 4, 3 olur cavabımız burada 72-ci sualda. 73-cü suala baxaq. Yenə də eyni cümlələrdə işlənən köməkçi nitqçilərinin işlənmə ardıcıllığını müəyyən edin deyir. Pəncərədən baxanda qarşı tərəfdə həmin məsələ buradadır. Hansı tərəfdə? Tərəf düzdür, qoşma olur. Məsələn, evə tərəf getdi. Mən özüm diqqətsizlik elədim burada. Deməli, yorğunçuluqdan ola bilər, üzülü sayın. Deməli, bu hal şəkilçilərini qəbul edəndə bunun özünə elə isim demək olar. Buna yəni qoşma demirik burada. Qarşı tərəfdə, yəni buradakı qarşı sözdəki sifət kimi işlənib. Deyir, pəncərədən baxanda qarşı tərəfdə əzəmətli Kür çayı da aydın görünürdü. Yenə də bax, da nə var? Burada bağlayıcı işlənib bu yazıq üzərinə. Aydın görünürdü. Adam özündən böyüklə belə danışmaz. Böyük ilə və ilə də əvəz olunmur. Şəkilçi göstərir bunu. Deməli, bu qoşma kimi işlənib. Böyük ilə birgəlik qoşması. Deməli, burada bir qoşma yazaq bunun üzərinə. İndi nə ilə başladıq? 2 ilə başladıq, bağlayıcı. Sonra qoşma gəldi, 1. Sonra davam eləyək. Hər şey bəlkə də. Bu da modal söz, 4. İndi ədat gəlməlidir. Əvvəl planlaşdırılıbmış. Elə bu anda, elə. Ədat, dəqiqləşdirici ədat. Deməli, 3-ü də yazdıq bura. Toyxanadan başqa musiqi səsi ucaldı. Hansı musiqi? Başqa. Bu da sifətdir. Başqa sözü ədat qoşma deyil. Səsi ucaldı. Deməli, oldu. 2, 1, 4, 3. 73-cü sualda. Test, bu mövzuya aid olan izah xoşunuza gəldisə, yəni kömək elədisə, faydam dəydisə sizə əgər, kanala abunə olmağı xüsusilə tövsiyə edirəm. Bu izahı, bu videonu bəyənməyi və şərh bildirməyi unutmayın. Hər birinizə təşəkkür edirəm. Qarşıdan gələn imtahanlarda sizə uğurlar arzulayıram.